Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aprelin 28-də Azərbaycandakı un istehsalçılarının topdan satış məntəqələrində 50 kiloqramlıq un kisəsinin satış qiyməti 26 manat 60 qəpik, 28 manat 20 qəpik, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27 və 27 manat 40 qəpik civarında dəyişib. Xəbər verilir ki, bu barədə Prezident yanında Anti-İnhisar və İstehlak Bazarlarının Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Ölkə üzrə unun ən aşağı topdan satış qiyməti 26 manat 60 qəpik olmaqla, Şabran rayonunda ən yüksək topdan satış qiyməti 28 manat 20 qəpik olmaqla Gəncə şəhərində qeydə alınıb deyə məlumatda qeyd olunub. Xatırladaq ki, aprelin 20-sində Azərbaycandakı un istehsalçılarının topdan satış məntəqələrində 50 kiloqramlıq un hissəsinin satış qiyməti 26 manat 80, 28 manat 20 qəpik, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda və 27 manat 40 qəpik civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdan satış qiyməti 26 manat 60 qəpik olmaqla, Şabran rayonunda ən yüksək topdan satış qiyməti 28 manat 20 qəpik olmaqla Gəncə şəhərində qeydə alınıb.